14-cü, iman qəlbin bütün dini və dünyavi ehtiyaclarında Allaha bağlanmasının ən böyük səbəbdir. İman olmasa Rəbbinə necə bağlanacaqsan? 15-ci, iman bütün insanlarda gözəl əxlaqla davranmağa çağırır. Əgər iman zəifləyər, azalar və ya pozularsa, bu insanın əxlaqına da təsir edər. Və onun davranışları imanından uzaqlaşdığı qədər deyir, pozular deyir. Bax, iman hər şeydə önəmlidir. Gözəl əxlaq. Baxın, deyir ki, 16-cı, əlbəttə ki, iman insanı cənnətə daxil edər və cəhənnəm ateşindən qoruyar. Həmçinin dünyada onu günahlardan uzaq saxlayar. Natamam iman isə, deməli, imanında qüsur vardır. 17-ci, iman insanı başqalarının yanında etibarlı və güvənlidir. O insanların canına, malına və namusuna zərər verməz. Çünki imanlı insan haqqı qoruyur. Ne işi var onun başqalarının namusunda, başqalarının malında, mülkündə? İman zəif olanda görürsən ki, insan qeybət edir, başqalarının namusuna dil uzatır və s. və s. Ona görə nədir? İman çox mühümdür. 18-ci, iman gücləndikcə insanın qəlbində onun şirinliyini hiss edir. Onun ləzzətini dadır. Baxın, təsirlərindən faydalanır. Rəbbinə qulluq etməkdən həzz alır. Onun haqqını və qulların haqqını yerinə yetirir. Bunlar imanın nəticələridir. Mömin bu imanın ləzzətləri və müxtəlif şirinliklər içində yaşayır. Ramazanda hamımız bunu yaşadıq. O imanı hiss etdiyi, o gözəlliklər nə deyirdir? Ramazan nə gözəl keçdi, gözəl oldu. Birinci, o gözəllik nə idi? İmana bağlıydı. Allaha bağlıydı.